Nutella şokoladı hazırladım. Keçək hazırlamağına 150 qram fındıqdır. Təmizləmişəm qabığından belə. İndi onları qovururam. Qovururam, dadlı olsun. Fındıqları qovurdum. İndi qoyacağım soyusun. Soyandan sonra blenderdan xırdalayacağım. Şokolad yağını hazırlamaq üçün mənə lazımdır fındıq, qovurdum fındıqları, kakao, yağ, duru yağı, kim hansı yağdan istəsə elə də istifadə edə bilər. Bu qədər süd və şəkər. Qramlarının hamısını dəqiqlə, yəni video aşağısında paylaşacağam. Qovurduğum fındıqları blenderla əzirəm. Bu şəkildə xırdaladım, üyütdüm. Baxın, belə. Bu şəkildə. Biraz belə diri-diri, girdə-girdə qaldı balaca. O qəşəng dad verir, yəni şokoladda yeyəndə. Tökürəm qaba. Burada düz 150 qramdır. Hazır oldu, qoyuram kənara. İndi isə şokolad yağını hazırlamaq üçün bizə qab lazımdır və blender. İlk sütü əlavə edirəm. Burada məndə 150 ml süddür. Bu stakanla göstərirəm hamıya rahat olsun deyə. Bismillah. Bu qədər. Şəkər əlavə edirəm üzərinə. Və indi bunu blenderla o şəkər əriyənə qədər çalıram. Şəkər, süd qaçışdırdım, şəkər ərisin və üzərinə 3 xörək qaşığı bu qədər, yəni kakao əlavə edirəm. 1 2 və son belə bu qədər 3. Belə, baxın, kakao, süd, şəkər belə qaçışdırdım. Duru yağ başlayacağım yavaş-yavaş əlavə eləməyə. Duru yağı bu qədər götürdüm, amma o bilinəcək, əlavə etdikcə bilinəcək ki, nə qədər lazımdır istifadə etmək. Birdən-birə bu qədər hamısını tökmək lazım deyil. Göstərəcəm. Belə, qaçışdırdıqca asta-asta tökürük. Yağı əlavə elədikcə özünüz görəcəksiniz ki, mikserlə çaldıqca o qatlaşır. Baxın, daha da qatlaşır. Baxın. Belə olanda fındığı tökürəm üzərinə. Fındıqla da çünki qatışdıracağım. Yağın hamısını əlavə elədim. Oca qatlaşanda oca bilinir ki, bəs eləyir də, yəni yağ lazım deyil. İndi fındığı tökürəm içinə. Fındıqları tökürəm. Birdən fındığı da tökmürəm. Yarısını töküm. Blenderla əzirəm. Tezdən yarısını tökürəm. Əzirəm deyəndə qatışdırıram. Yenə qatışdırıram. Baxın, getdikcə, fındığı da tökdükcə lap başlayır qatlaşmağa. Düz 150 qram fındıq istifadə elədim.
Edəcək, baxın, lap qatlaşır. Oldu. Baxın. Maşallah. Belə qəşəng, qatı. İndi qaşıqla göstərəcəm sizə. Bunu çıxardım. Vəsə. Bu lazım deyil. Meli, nə istəyirsən? Gəzirsən burada. Nyam nyam. Yirsən, gəl. Hə, ye. Yesin balam. Gəlib yeməyəm, acıyıb. Həmişə olduğu kimi çəkiliş zamanı milyon acıyır. Ye də. Nyam-nyam elə. Malades. İstədim, lap yaxından sizə göstərəm. Necə qatıdır, qəşəng. Gəlir. Baxın. Любой bir qaba tökə bilərsiniz. Ağzını bağlayıb soyuducuda saxlaya bilərsiniz. Tökürəm. Şokoladım hazır oldu. Baxın, soyuducuda da ki istədiyiniz qədər, yəni xarab olmur, qalır. Belə. Çox qəşəngdir, çox dadlıdır. Biz mağazadan alanların içində nə olduğunu heç bilmirik, amma bunusa özümüz bilirik ki, yəni ingredientləri bilirik ki, nə əlavə etmişik. Özümüz bilirik ki, tərkibi nədir. Bu şəkildə qapağını da bağladım, qoyuram soyuducuya.